Mən bir də zaman maşınla bağlı işini eləmək istəmirəm. Çünki müəyyən vaxtlar olur, sadəcə beynin yanır, əsəbləşirsən, ssenarini cırıb tullamaq istəyirsən ki, bu qədər şey fikirləşmişəm. İndi bir dənə buna görə bu hər şey gedir, dağılır. Maraqlı roldursa sən heç pula da baxmırsan, heç nəyə baxmırsan. Bunu mən oynayım deyirsən. Tam istədiyimiz izləyicidir. Özü baxır, sonra ailəvi, sonra dostları ki, bir nəfər özünü asanda evinə uğru düşür və bu 2 nəfərdir. Nə bu indi özünü asa bilir, nə bu çıxa bilir. Zaman əgər 1-2 saniyə səni geri atırsa, bu skaçokdur. Filmi məsəl üçün 1-2 dəfə baxandan, 3 dəfə baxandan sonra sevməyə başlayırlar. Elə bil ki, filmdə çox detallı. Mən özüm məsəl üçün premyeradan qabaq tək oturdum filmə, zalda tək. Filmə bir dəfə də baxdım, sonuncu dəfə ki, yəni hər şey qaydasındadırmı? Onda mən niyəsə belə rahatçılıqla nəfəs aldım. Dedim ki, film alınıb. Video düzəltməyi, həm də düzəltdiyiniz videoları xarici saytlarda satıb pul qazanmağı sizə öyrədəcəm. Rəqəmsal sahə ilə dünyanın istənilən yerindən təkcə notebookla onlayn pul qazanmaq olar. Freelancer olaraq və ya böyük kütlə əldə edib monetisasiya edərək. Üstəlik süni intellekt ilə şəkil, video və səs düzəldib sosial mediada böyük kütlə toplamağın yollarını göstərəcəm. 21-ci əsrin ən tələbatlı sahəsini öyrənməyə tələsin. Podkast kimi adam promo kodunu deyib 20% güzəşt ala bilərsiniz. Instagramda bizə yazıb ətraflı məlumat alın. Salam dostlar, siz Podkast kimi adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir və bu gün mənim qonağım aktyor, rejissor, ssenarist, prodüser və bilmədiyimiz başqa bacarıqları da olan Talih Yüzbevdir. Talih, xoş gəlmisən. Salam, xoş gördük. Necəsən? Yaxşıyam, sən necəsən? Yaxşı olasan. Bu ərəfələrdə Talihə çoxlu zənglər gəlir, çoxlu mesajlar gəlir. Sinema çətin məsələdir. Xüsusilə Azərbaycanda hələ məncə tam sənayeləşmədiyinə görə bunun olması normaldır. Bu yaxınlarda Talih sənin bəlkə də filminin təqdimatı oldu və gözəl bir təqdimat oldu. Təşkilatçılığı mən gördüm, kənardan da olsa müşahidə edə bildim. Özün gəlmək istəmədim, mən sən demişdim. Yox, mən alınmırdı həqiqətən. Çünki şəhərdən çox uzaqda yaşayıram. Təqdimatlara getmək mənə baha başa gəlir bəzən. Yəni qrafika görə. Şuna pul tələb edən şeydir. Bəli, düzdür, razıyam. Amma mən filmi sonradan izlədim və istəyirəm ki, səndən bu gün film haqqında danışaq və filmi izləməyənlər də bundan sonra qərar verə bilsinlər ki, filmə baxsınlar ya yox. İzləyənlər də öz fikirlərini yazsınlar ki, görsən necə idi bu film, bəyəndilər ya yox. Mən növbədə onu deyim ki, filmi izləməyə başlayanda çox sevindim ki, nəhayət kinoteatrdayam. Çoxdan da kinoteatra getmirdim. Həqiqətən kinoteatrda film izləmək tam ayrı bir effektdir və mən bir daha əmin oldum ki, nə qədər onlayn platformalar yaransa da, çıxsa da, kinoteatrda film izləmə məsələsi ölməyəcək. Bəli, mən də ona razıyam. Çünki filmi tam hər cür hiss eləmək, həm görüntü, həm səs baxımından, həm aura baxımından, başqaları ilə film izləməyin verdiyi o kollektivçilik, kollektiv belə baxış ləzzətini evdə, televizorda və yaxud da planşetdə almaq olmur. Düzdür, yeganə narahatlıq bilsən nə də olur. O yanında kimsə oturur, o yeyir popcornu, yəni o səs gəlir. Onda dəli olursan. O qaçılmazdı, yəni kinoteatrlar zaten popcorn hesabına daha çox pul qazanırlar, ona görə. Düzdür. O təəssüf ki, o popcornla əlavə filmdə danışanlar, telefonla danışanlar, o daha çox məncə problemdir. Düzdür. Ən az problemlər ən son sırada oturan oğlanla qızlar olur da, onların başı qarışır. Onlar xoşbəxtlər. Onlar xoşbəxtlər, onlar filmsiz də xoşbəxtlər. Talih, ilk növbədə sən bu müxtəlif müsahibələrində demirsən, amma mən istəyirəm bir daha bu filmin ideyasının nə vaxt yarandığını, nə cür yarandığını və bunun nə cür tam metrajlı filmə çevrildiyini mənə danışasan. İdeya çoxdan yaranıb, yəni sırf zaman maşını yaratmaq ideyasını desə, lap uşaqlıqdan yaranıb. Bunu film eləmək, yəni belə bir film eləmək istəyi hardasa 10-12 il əvvəl olub, ortalama. Amma onda qısa film kimi idi. Yəni tam film eləmə ideyası isə film artıq prosesdə olanda, yəni anladıq onu. Çünki mən niyəsə bu əhvalatı qısa bir əhvalat görürdüm və bir evin içində görürdüm, heç bayıra çıxmamaq şərti ilə. Bir evin içində qapanmış bir adamın zaman maşını düzəltməyi tərəfdən yola çıxmışdım. Amma sonradan proses vaxtı gördük ki, film böyüyür, evin içi də artıq xronometraj olaraq tam qısa metrajdan böyükdür, xərclərimiz çoxdur və bütün çəkiliş heyəti bir ağızdan deyirdi ki, bu heyifdir, bu qısa film üçün, YouTube üçün və s. Saqqızımı oğurlaya bildilər. Nicat da çox əvvəldən deyirdi filmin prodüseri ki, bunu tam eləyə. Mən deyirdim, yox, qısa və proses gedə-gedə birdən-birə böyüyüb, tam film oldu və artıq neçə gündür cəmaət də baxır.
Hə, bu arada Nicat Xəlilov danışmışdıq podkastda gəlməyi, sonra nəsə bilmirəm baş qarışdı. Nə baş versə yoxa çıxdı. Yəqin elə bəlkə də baş verir. Bilmirəm, amma belə bir şey oldu. Nicatla bağlı onu deyə bilərəm ki, yəni şəxsi tanışlığımız yoxdur. Mən kənardan onun fəaliyyətini izləyərək deyə bilərəm ki, həyatında ən düzgün qərar vermiş kino adamlarından biridir ki, yolunu seçmək baxımından. Çünki adamın təhsili var, ki, yəni özü də film də çəkə bilər, prodüserliyi seçib, həm də onun yanaşması sinemaya, həm dövlətdə nə cür olmalıdır bu və özəl sektorda nə cür olmalıdır. Ən azından danışdıqlarından mənim xoşuma gəlir və düşünürəm ki, o formada yanaşmaya davam eləsə müsbət qatqıları çox olar. Bu da riskli layihədir əslində. Bəlkə də film riskli layihə idi. Yəni ona inanıb, yəni öz resurslarını sərf eləməsi belə, yəni məncə alqışa layiqdir. Sağ olsun ki, bəlkə də ssenari olaraq saxlamadı. Bilmirəm bu nə dərəcədə indi alınar, yox, çünki adam öz filmini istehsal edəndə bunun çətin olur, amma sənə görə bu bəlkə də filminin ən aksion tərəfi hansıdır? Valla indi çox istidir. Hələ bəlkə də hiss eləmirəm. Çünki mən neçə aydır bu işin içindəyəm. Amma podkastdan qabaqsan ikinci hissəsini dedin biraz axsıyır, amma məncə yox. Mən bilmirəm. Yəni mən çünki dəfələrlə baxmışam. Yəni hamıdan çox mən baxmışam. Bir də İman, həm operator, həm montajyorumuz. İkimiz yəqin ki, hamıdan çox. Bir də Xan səsi. Hamı dediysə baxıb. Məncə aksiyan tərəfi biraz flashbacklərin daha yaxşı yazılmamasıdır. Amma İTOQ-da ümumi filmin içində məncə əriyir və mən biraz da vaxt lazımdır ki, mənə biraz filmdən dincəlim, bir yad gözü ilə baxa bilim. İndi çünki heç cür baxa bilmirəm elə. Bax, filmdə bir neçə məsələ vardı ki, mənim üçün sabit olaraq onu bəyəndim deyə bilərəm. Aktyor oyununda ən çox bəyəndiyim Günay Əhmədin oyunu idi. Yəni Günay oynamırdı, Günay obrazın özü olmuşdu. Yəni mən bir tamaşaçı kimi onu deyə bilərəm Günayın oyunu barədə. Operator işi də ssenarinin gedişatı kimi filmin demək olar ki, tən yarısına qədər çox xoşum gəldi. Rəssam işi film boyu xoşuma gəldi. Ümumiyyətlə rəssam işinə baxdıqda zövq alırdım. Buradan Səboyunu da salamlayıram. Və komandasını öpürəm. Bəli, Səboya halal olsun. Həqiqətən onu düzdür. Mən Tağıyev filminə baxa bilməmişəm. Onu da çox tərifləyirlər. Orada da quruluşlu rəssam olub bildiyim qədərilə. Hətta filmə baxanda o ilk yarısında düşünürdüm ki, halal olsun. Yəni Azərbaycanda rəssamlar belə formalaşıb, İmanın adına belə sevinirdim ki, halal olsun. İman özünü, yəni operator kimi formalaşdırıb qədər və sənin adına sevinirdim ki, bu janrda mistika və fantastika janrı gedir. Bu janrda yəni həm risk eləmisiniz. Çətindir də, çünki sizin bir müsahibəmizdə də gördüm, Nicat da dedi ki, bu riskdir buna getmək. Və amma bunu eləmisiniz də. İndi bundan qazanarsınız, itirərsiniz, bunu zaman göstərər. Yəni tamaşaçı sadəcə gedir, baxır. Mən bilmirəm də, mənim dediyim fikirlər sırf özümün bir baxışıdır. Bəlkə tamaşaçı baxar deyər ki, ümumiyyətlə Səməd yanlış deyir. Hər şeyə əladır, çox bəyənirəm. Bunu mən deyə bilmərəm. Mən sadəcə subyektiv olaraq öz fikrimi deyə bilərəm. İndiki mövqeyindən sənə görə bu flashbacklərdən başqa hansı aksiyon tərəflər var idi? O yarısına kimi deyirsən, yəni mən həmin o yarının nə olduğunu bilmirəm. Yəni səni hardan qırılmısan filmdən ola bilər, yəni bəzən olur ki, insan film saxlayır. Yəni mənə gələn kommentlər, dostlar, tanışlar və yaxud da tanımadığımız tamaşaçılarda sırf konkret olaraq elə bir şey birinci dəfədən eşitdim ki, film yarısından sonra. Məsələn, bəzi adamlar məsəl üçün deyir çox qarışıq idi. Məsəl üçün mən fokuslana bilmirdim nəyəsə. Bəziləri məsəl üçün deyə bilər ki, filan yerdə məsəl üçün səslər eşitmirdim. Çünki var idi elə bir problem. Nizami kinoteatrına baxanlar bilir. Və yaxud da ki, növbəti bəzi kinoteatrlar bizim də onun səsini də düzəltdik. Müəyyən hissələrdə əslində qapı arxasından gələn səs biraz tam aydın deyildi, gəlirdi bizə. Onu həll elədik. Amma sırf yarısından mən tuta bilsəm ki, sən hansı yarısından sonra film səni buraxıb, bəlkə orada məsəl deyə bilərəm ki, amma məncə bütün komanda məncə işini axıra qədər eləyibdi. Tam, yəni hamısından razıyam burada, yəni adını çəkdiyim, çəkmədiyim hamısından, yəni aktyorlardan. Sadəcə ola bilər, bəlkə bilmirəm. İndi mən yenə deyirəm, soyuq başla baxa bilsəm mən çox sevinərəm, amma indi heç cür baxa bilmirəm, çünki o qədər işin içindəyəm artıq. Filmdən yorulmaq həddinə gəlmişəm, çünki belə olur, bəzən film işləyirsən və bir müddət görmək istəmirsən heç. Amma mən baxacağam bu yaxınlarda yenə, məcbur. Operator işi ilə bağlı bir dənə sualım vardı. Orada masa arxasında yanılmıramsa oturanda dairə formada ümumiyyətlə kadrlar belə tez-tez var idi. Onu Roninlə
çəkmişik. Bəli. Ya relsimiz orada yaxşı olar ki, elə səhnələr həmişə relslə çəkilsin, amma maddi baxımından sərf eləmir Ronin. Və yaxşı olur ki, Ronin operatorları olsun. Ola bilər bəzi səhnələrdə iman yorulsun və s. amma sırf fırlanmaq yerində bilmirəm. O 2 dənə fırlanmaq var. Biri var o mətbəxdə, biri var biz getməyi planlaşdırırıq lövhənin qabağında. Oturan yerdə mətbəxdir. O əslində çox çətin bir şat idi. 19 dubl eləmişdik orada. Və 19 dubl artıq 3 dəqiqəlik səhnədir və hamı danışır, hamı hərəkət eləyir və s. Həm aktyor oyunu baxımından, həm mizan baxımından, həm operator kameranı idarə etmə baxımından çox çətin idi. Ola bilər orada bəzi məsəl üçün fokus və s. qaçmaları var, amma məncə tam okeydir mənim üçün. Yox, mən o səhnədə narazılığım yoxdur. Onu nəyə görə soruşdum? O bir qrupu var, aktyorun bədəninə bağlayırlar. Adını unutmuşam indi. Özünü çəkmək üçün. Stabilizasiya operatorundan işləyir. Mən o səhnəyə baxanda açıq bəyəndim gedişatı. Sonra fikirləşdim ki, bu yerləşə bilməz, orada yer azdır da. Bunu yəqin ki, Roninlə çəkiblər. Onu dəqiqləşdirmək üçün soruşdum. Orada yəni problem gözümə dəymədi. Sadəcə dəqiqləşdirmək istirdim ki, həqiqətən bu cür mə ediblər. Axır açığı çox əziyyətli idi, yəni həm çəkiliş, həm quruluş vermək baxımından, çünki oynamaq və quruluş. Oynamaq və quruluş onsuz da çətindir. Bir də var ki, bu zaman maşınıdır, zaman paradoksları var. Biz bəzən olub ki, çox sadə bir səhnə idi, o həm ilk dəfə test elədiyi səhnə. Ssenaridə yazmışam, mənə elə gəlir aydındır. İndi gəlirik İmanla Yerin mizan fikirləşi, hələ çəkiliş deyildi. Hələ ev götürmüşdük, baxırdıq, nəyə necə çəkək, evə uyğunlaşdırırsan da ssenarini. Çünki beynindəki evi, ideal evi tikəsən. Pavilyon. Pavilyon tikəsən. Orada məsəl üçün zaman paradoksları o qədər bizə mane oldu. Bəs bu. Məntiq pozulur da. Məntiq pozulur. Birinci karandaş alma, bəs almanı belə. Və biz baxdıq ki, bir dənə sadəcə bir şatlıq səhnə bizim 2-3 saatlıq vaxtı və biz mübahisə edirik, otururam, yazıram, fikirləşirəm və o baxımından çox çətindir əslində. Yəni zaman paradoksları imkan vermir istədiyin kimi hərəkət eləyəsən. Həm də yenə dediyim ki, bir evin içi, daha çox ev hadisələr interyerdə baş verir deyə 4-5 personaj var əsas, sonra personajların sayı özün gördün orada kütləvi səhnələr var. O adamların idarə olunması, kim harda dayansın, kim necə dayansın, kim hara baxsın. Mənim üçün çox çətin iş idi bu. Şükür, yəni bitərə bildik. Bax, orada bir də məndə çaşqınlıq yarandı tamaşaçı kimi harda. O ki, saqqalın qırxır. Saqqal birinci o zaman fərqlərini aydın hiss etməyə kömək edir. Saqqalı qırxandan sonra biraz orada problem yaranır. Amma o problem bir neçə, bilməm, bəlkə 5-10 dəqiqə izləyəndən sonra aradan qalxır. Amma saqqal gedəndən sonra arada səhv salırdım ki, yaxşı bu keçmişə qayıtdı yenə də, yoxsa indidə də o məsələ var idi. Yəni izləyənlər üçün 2 dənə belə fişka verə bilərəm. Yəni biri saqqaldır. Yəni saqqallı dövrlər indiki dövrə anladır. İkincisi qızdır. Əgər bir səhnədə qız varsa o keçmişdi. Çünki indiki dövrdə qız yoxdur. Yəni bu zaçepka ola bilər. Biz əslində istəyirdim yazmaq tarixləri tez-tez. Fikirləşdim, çox yüklüyür. Yonsuz da belə görüntü, yəni görüntüdə hər şey yüklüdür. Bir üstəlik orada bir tarixdə yaz. Biraz çox yüklənir, həm də oxu bax və s. Baxan dostlarımız və mən özüm də və bizim komanda üzvləri də məsəl üçün filmi 1-2 dəfə baxandan, 3 dəfə baxandan sonra sevməyə başlayırlar. Elə bil ki, filmdə çox detal var. O mən bir dostum da dedi, Orxan var. O çox diqqətli tamaşaçıdır, hər detalı izləyir. O mən dedim, çox yükləndim mən. Çünki o nəyə baxırsa, onun başlayır o haqda düşünməyə və təzə bir məlumat gəlir. Amma onunla danışdıq, müəyyən yəni filmə ilk dəfə baxanda nəzərindən qaçan şeyləri dedim. O dedi ki, mən yenə gedib baxacağam. Belə başa düşdüm ki, bir dəfə də baxmaq lazımdır. Mən də deyirəm ki, əslində mən sərf eləyir. Hər tamaşaçı 2 dəfə baxsa, 2 qat tamaşaçı deməkdir. Amma doğrudan da yəni bu sırf pula olan hərislik kimi başa düşülməsin. Yəni də demirəm ki, mən elə bir iş yaratmışam ki, bir dəfə anlamı. Sadəcə olaraq surət var və qarışıqdır və qəsdən qarışdırılmış bir əhvalatdır. Ona görə 2 dəfə baxandan sonra bəzi suallara cavab tapmaq olur. Çünki elə olur ki, birinci baxışdan nəzərindən qaçır. Yəni kino çəkim söz sürdü, döndün, baxdın, telefona baxdın və qayıtdın.
ola bilər bəzi məqamlar nəzərdən qaçsın və biz də bunu əslində belə film daha yaxşı olar 2 saat, 2 saat yarıma daha rahat danışasan, amma saat yarıma sığdırmaq müəyyən qədər tələskənlik yaradır. Onu soruşmaq istədim. Xronometr 90 dəqiqədir yoxsa 70 dəqiqə? 90 dəqiqə. 90. 1 saat 29 dəqiqə 45 saniyə arası. Amma məndə məsələn film bitəndə elə təəssürat yarandı ki, sanki bir 80 dəqiqə belə 90 olmamış kimi. Məncə də biraz uzatmaq lazım idi o xronometrajı. Daha dinamikdir. Amma xronometrajı əlbəttə uzatmaq olardı, amma zorla uzatmaq istəmədim. Əslində elə bir əlində imkan var idi filmi dartmaq kimi. Həm büdcə baxımından sərf eləmir, yəni növbəti günlər, həm də ki zorla qulağından da, amma məncə bəzi yerləri daha yaxşı, flashbackdə bəzi yerləri daha yaxşı işləyə bilərdik. Amma yenə də olan budur və mən niyə belə indi rahatam? Məsələn, sən də deyirsən, mən indi insanlardan fikir almaq mənim üçün çox maraqlıdır. Çünki zövqünə inandığım insanlar var, baxışına inandığım tanımadığım insanlar var. Görüm ümumiyyətlə necədir. Ümumi pozitiv olmağı sevindirir. Amma mən özüm məsəl üçün premyeradan qabaq tək oturdum filmə, zalda tək. Filmə bir dəfə də baxdım, sonuncu dəfə ki, yəni hər şey qaydasındadırmı? Onda mən niyəsə belə rahatçılıqla nəfəs aldım. Dedim ki, film alınıb. Buraxmaq olar. Amma mən yenə deyirəm, mən artıq hər şeyə əzbər bilən adam kimi baxırdım. Premyerada başladım baxa-baxa biraz belə sıxılmağa. Çünki artıq hamı ilə baxıram. İlk belə 10-15-20 dəqiqəsi deyirəm, necə uzundur bunun əvvəli. Niyəsə mən elə gəlir, amma baxanda heç elə gəlmir. Yox, heç elə deyil. Və filmdən sonra o insanların həm yenə deyirəm, biz hər dəfə deyirik, kinoteatrda olan o müəyyən texniki qüsurlarda insanların üzündə o belə aydın olmayan belə bir ifadə. Bəziləri gəlirdi, bəziləri gəlir, başa düşmürsən, bəyənməyib, başa düşmürsən, bəzi şeylər aydın olmayıb. Amma sonra soruşdum ki, ümumiyyətlə qapının ağzındakı səhnə ümumiyyətlə çox adam tərəfindən eşidilməyib sadəcə. Və filmin ən vacib səhnələrindən biridir. Qız ona spoiler. Nəysə baxarsınız. Burasını kəs. Və filmin finalında qapı səhnəsi özün bilirsən, çox vacib səhnələrdən biridir və biz orada başa düşürük əslində nə baş verib və s. O səhnənin tam aydın olmaması, çünki sən filmə baxırsan və finalda başa düşmürsən nə dedi o, nə baş verdi, o niyə ora getdi, niyə ekran qaralmadı, yox, ağardı. Yəni müəyyən belə kodlar var idi, onlar məncə itdi. Necə qızı tutaq ki, orada göstərmədiniz qapının ardında? O da özü bir gedişatdır. Onun səbəbi var. Yəni sırf ssenari səbəbidir. Bildim. Yəni mən nə görə deyirəm? Tutaq ki, səsi eşitmirlər, vizualda ən azından görüb də bir təsəvvür yarana bilərdi. Onda film başqa olar. İdeyada onda dəfə dəyişir. Yəni sırf o səhnəni məs elə çəkməyin səbəbi demək istəmirəm, spoiler vermək istəmirəm və həmçinin filmin müəyyən alt daşlarını, sualtı daşlarını açmaq istəmirəm, amma o da bir işarə, müəyyən bir kodlardan biri idi ki, qızı biz görməməliyik və başqa orada müəyyən kodlar var demək istəmirəm. Deməli, uzatmaq deyəndə onu nəzərdə tutmurdum, əlavə səhnələrin çəkilişi. Məndə belə təəssürat yarandı ki, bəzi səhnələri uzatmaq lazımdır, amma bunu hansı səhnələrin olduğunu demək üçün oturub bir də baxım. Məncə bir də bax, filmə bir də. Bax, Alman ilə bağlı səhnədə maraqlısı nədir? O indi spoiler vermək istəmir adam, amma sən onu gedişatda anlayırsan ki, bu nə baş verir. Bir də o səhnədə mən nə gözləyirdim? Bu Marvel'ın Doctor Strange-la bağlı ki filmi var. Orada zamanı o ilk dəfə tanış olanda ki, mən zamanı geri irəli verə bilirəm kitab oxuyanda birinci hissədə. Mən belə bir şey gözləyirdim. Nəsə o alma qarşında olanda düşündüm ki, indi nəsə almanı dişləyəcək, sonra alma geri qayıdacaq. Vizual effektlə düşündüm ki, bəlkə bunlarda o cür həllə nail olsunlar. Amma orada indi başqa funksionaldır, burada başqa funksionaldır. Biz həll olaraq niyə məhz jump cut-ı seçdik? Yəni biz onu da fikirləşirdik, bu necə eləyə? Bəlkə bir dənə kəsilməyən bir səhnədir, gəlir təzədən ora fırlanır, təzədən eləmək olardı. Amma biz operator İmanla məsləhətləşdik ki, zaman əgər 1-2 saniyə səni geri atırsa, bu skaçokdur. Bu jump cut-dır. Yəni belə atmır da səni, dala getmirsən. Yəni bizim təsvir elədiyimiz dünyada zamanın. Ona görə biz oranı sırf jump cut-la verdik. Heç bir o, yəni hətta ikinci rejissor Emil idi onda, yəni ikinci rejissorla işləmişdi. Emil dedi ki, bəlkə Emin Qasımov, bəlkə buradan götürək belə yaxşı bir nizam təklif elədi biz əslində ki, gəlir ona kimi talih təzədən gələr bura, Alman dəyişərik. Yaxşı priyomdur. Amma bizim zaman məntiqimizə uymur. Çünki bu
plavını yəni belə axıcı getmirdi Axıcı da. getmir, hə. Atırdı özünü. 2 saniyə dal atırdı. Sağdan əqrəb atara. Ona görə biz oranı çox və musiqi həllinə də fikir versən, orada musiqi həmişə təzədən başlayır. Elə ki, əhvalat təzədən neçə saniyə dal atır. Elə bir şeydir. Elədi və heç yəni spesifikdən yox, sırf praktiki eləmək istədiyor səhnəni. Yəni bir-birinə bənzəyən, əslində ən çətin tərəf o idi. Biz bir-birinə bənzəyən 3 dənə şat çəkməli idi və hərəsində ayrı şey oynamalıydıq. Lövhədən başlayır, gəlir, otururam və 3 dəfə eyni şeyi çəkirik. Kamera eyni getməlidir, mən eyni cür dönməliyəm, mən eyni baxanda eyni səhnənin olduğunu düşünəsən, amma hər dəfə başqa bir şey baş verir. Mən əslində filmin ilk 10-15 dəqiqəsində nəyi hiss elədim, öz-özlüyümdə fikirləşdim ki, bunlar gör nə cür işə baş qoyublar ssenari baxımından. Axı zaman məsələsində məntiqi uyğunlaşdırma məsələsi ki var. O çox çətindir də. Mən bunu fikirləşdim ki, ssenarini yazanda insan nə əziyyət çəkib ki, hə bu belədir, bunu nətər eləyib, bunu nətər ən zülüm tərəfi o idi. Ən zülüm tərəfi. Çünki paradokslar var. Çoxlu paradoks çıxır. Baba paradoksundan başlamışdı, nə bilim, hər şey var. Yəni ssenarini yazanda mən araşdırdım bu haqqda, müəyyən şeylərə baxdığım zaman paradoksları ilə bağlı. Orada Einstein deyildi, ancaq biz montajda çıxartdıq. Hə, əslində çıxartdıq. Orada Einsteinin bir sözü var idi ki, siz də zaman maşını düzəldirdi. Mən ancaq gələcəyə getməyəm. Çünki Einstein hesablamışdı ki, keçmişə getmək mümkün deyil, ancaq gələcəyə getmək mümkündür, işıq sürəti mümkün olarsa. Sonra montajda çıxartdıq o səhnə, o dialoqu. Yəni sırf araşdırdım və inanın ki, çox. Mən bir də zaman maşını ilə bağlı işini eləmək istəmirəm, çünki müəyyən vaxtlar olur, sadəcə beynin yanır, əsəbləşirsən, ssenarini cırıb tullamaq istəyirsən ki, bu qədər şey fikirləşmişəm. İndi bir də buna görə bu hər şey gedir, hər şey dağılır. Dağılır. Ona görə yəni birinci və axırıncı dəfə olar. Zəhər toğunda da mən düzdür o koronadan sonra idi və mən onda da demişdim ki, biz bunlara rahat göz yuma bilərik. Sponsor yerləşdirməsi məsələsidir. Orada daha betər idi mənə görə. Burada daha yaxşı idi, daha adaptiv idi. Amma yenə də gördüm ki, bizdə hələ ki biz alışmamışıq ona. Sanki elə belə də olmalıymış. Gözə girməyən yerləşdirmədə, belə deyək, nətə ki Hollywood filmlərində görürük. Amma yenə məntiqi yerləşdirmələri çox idi. Mən biraz da gizli reklam görmək istəyərdim açıq orada. Yəni şirkətlər sağ olsunlar, çox o baxımdan bizi belə incitmirlər, amma istər-istəməz elə məhsul var ki, onu orqanik yerləşdirmək olur. Bu telefondur. Yəni telefonla sənə zəng gəlirsə, heç kəs demir ki, niyə bu telefonu götürdün? Çox orqanikdir telefon. Amma bir şey ki, məkandır, o biraz çətinlik yaradır. İstər-istəməz ora getməlidir personajın. Ora getməyə səbəbi olmalıdır. O baxımdan çətinliklər yaranır. Mən çalışdım maksimum orqanik edim, çünki doğrudan da qızıl yaxşı ötürücüdür, lazım ola bilər. Doğrudan da kredit lazım olanda banka getmək lazımdır və s. kimi. Amma yenə deyirəm, onsuz da kinoya pul tapmaq özün bilirsən, özün də kino işləmirsən. Çox zülümlü bir məsələdir. Yenə də şirkətlərə hamısına təşəkkür edirəm buradan, kim ki kinoya dəstək olur. Necəsə onların sayəsində film ərsəyə gəlir və biz də çalışırıq ki, onları tam razı salaq. Müəyyən səhnələr məncə biraz kobuduydu, yerləşdirməklə bağlı. Mənə görə də kobuduydu, amma hələ ki bu qədər bazarımız inkişaf edə bilib də. Və mən bank dedin, nə ağlıma gəldi? Bizdə bilmirəm nə dərəcədə bankın dəstxətinə uyğun olar ya yox, o tərəfi marketoloqlar bilər. Amma düşünürəm görsən nəyə görə bir bankda cinayət işi ya bank yarma məsələsini alsa, bank sponsorlaşdırmasın ki, orada bankın içində loqolarda bütün film boyu məntiqlə olsun. Olub bizim təklifimiz müəyyən bir şeylə bağlı, banklar razılaşmır. Ümumiyyətlə bir şirkətlərdə çox qəribə bir şey yaranıbdı. Heç bir negativlə, yəni negativ dedikləri məsəl üçün nəsə negativ bir hadisəyə bənzər bir şey olsa belə istəmirlər belə. Biz elə asasatçı olarıq. Məncə o heç gəlib bankı yararlar. Birdən baxar tamaşaçı deyər ki, gedim mən. Nə qəşəngdir, gedim mən də yarım. Yəni o baxımından biraz başa düşmək olmur. Yəni mənim bir ssenarim var, kəndirdə yerlənənlər. Bunu bəlkə də əvvəl çəkmək istəyirdim. Qısadır. Bir evin içində 2 nəfərin əhvalatıdır. Bir nəfər özünü asanda evinə oğru düşür və bu 2 nəfərdir. Nə bu indi özünü asa bilir, nə bu çıxa bilir. Belə bir konflikt əhvalat idi. Və biz ora dəfələrlə, demək olar Azərbaycanda bir çox şirkətlərə hamını bir də orada adam özünü asır. Deyirəm, biz demirik özünüzü asın. Nabarot film onun əksinədir ki, özünüzü asmayın. Yəni sui-qəsd özünüzə, canınıza qıymayın. Və filmin əsas ideyası budur. Və heç kəs o səhnədə olmaması üçün Adələ Viktoriya kazino olduğuna görə bir çox şirkətlər imtina eləmişdi. Axırda sonra deyirlər ki, ayda kaş girərdik, çünki film uğurlu alınmışdı və insanlar baxmışdı, bəyənmişdi. Bəli, mən bilirəm ki, Nizat Xəlilov özü də ona görə
bilmirəm, məyus olur ya əsəbləşir, bilmirəm hansı hiss orada üstünlük təşkil edir ki, çünki sponsor Daha daha çox yaxşı pul olmalıdır. tapılsa daha yaxşı iş görülə bilər. Yəni filmin saniyəsi puldur. Filmdə hər saniyə, hər gedən bulud, hər günəşin batması puldur. Hər aktyorun səhv eləməsi, kiminsə hamısı puldur. Biz indiki işlədiyimiz Azərbaycan film sektoru, yəni bəzən bütün bir film xaricdə hansısa bir texniki işçinin qonorarına bərabərdir. Yəni bütün heyət yəni aktyorların qonorarı aşağı, bütün operator hamının qonorarı aşağıdır. Və bu qiymətdə yaxında heç kəs işləmir. Bəlkə Afrikada işləyərlər, işləsələr. Türkiyədə qiymətlər tamam başqadır, Rusiyada tamam başqadır, İranda tamam başqadır, Gürcüstanda tamam başqadır, Ermənistandan xəbərim yoxdur, yəqin orada da başqadır. Yəni nəinki bölgədə, dünyada bəlkə də ən ucuz işçi qüvvəsi bizdədir və biz bu şərtlər altında çalışırıq nəsə eləyək və pul da həmişə lazımdır. Bax sən danışa mən düşündüm ki, bu filmə yenidən və ailəvi baxmaq istəyirəmmi? Və düşündüm ki, bəli, ailəvi baxmaq istəyirəm ki, mən nə isə tutmasam, sonra yoldaşımdan soruşmuşam, nə tutdun orada? Yəni sən o fikir mübadiləsi olsun da, o baxımdan tam istədiyimiz izləyici. Özü baxır, sonra ailəvi, sonra dostları. Ya doğrudan, yəni elə dostum da mənim elə elədi. Birinci tək baxmışdı, başqa dostum dedi bir dəfə yoldaşımla baxacağam. Deyir onun çünki yoldaşı fotoqrafdır, göz yaddaşı yaxşıdır, qoy hər şeyi daha detallı görsün və s. kimi. Bax Talib, bu filmə baxanda məni sənin ixtisas olaraq aktyor olmağın tərəfi narahat eləməyə başladı. Çünki mən hiss eləyirdim ki, o yüklənmədən sənin aktyor oyunun axsayırdı. Və ona görə məndə bu sual yandı ki, sən seçim qarşısında qalsan aktyorluq, ssenaristlik, rejissorluq, prodüserlik və videoblogerlik bunların içindən hansını seçərsən və niyə? Və açığı son zamanlar daha çox rejissuriyaya meylliyəm. Həm də ssenaristliyə. Artıq çünki ömrümün neçə vaxtını mən daha çox bunlara həsr edirəm. Daha çox ssenari yazıram və onun necə çəkilməsini düşünürəm. Əlbəttə ikisi bir yerdə olanda 100% axsayır. Məndə üçü bir yerdədir, bəzən dördü bir yerdə olur. Çünki sən həm çəkə-çəkə, həm çəkilə-çəkilə sənin beynin həm mizandadır. Görürsən düzmü getdi kamera, tərəf müqabilimi baxmalıyam ki, düzmü deyir və bütün bunlarla oynamaq balaca işlərdə, biraz belə yükü çox olmayan işlərdə necəsə yola verirsən. Yükün çox olmur, amma belə yüklü işlərdə artıq görürsən ki, hara fırlatsan insansan, hara fırlatsan, yəni müəyyən bir həddin var və zaman limitin var. Bəzi səhnələr var idi ki, məsələn, onların yenidən çəkilməyə ehtiyacı var idi, amma bizim sadəcə vaxtımız yox idi. Yəni büdcəmiz yox idi dolayısıyla. Nə də ora gəlir çıxır. Yəni mən bilsəm ki, mənim pulum var, sabah da çəkilişi bu gün saxlayaram, sabah təzədən davam eləyərəm. Amma yox idi. Budur. İndi gün düşür. Və gün də heç vaxt dayanmır axı. Gün də həmişə binanın dalına keçir belə. Ona görə bəzi səhnələrdə mən də razıyam ki, heyf ki, belə nəyinsə qurbanı olubdu. Ümumi baxanda özüm tam belə təvazökarlıqdan kənar olacağam. Belə baxıram ki, okey, Talih, sən rolva mən inanıram ki, bu sən deyilsən. Yəni sən Talih belə danışmırsan, belə qaçmırsan, belə gülmürsən, belə orada başqa bir gül. Amma okey, müəyyən vacib yerlərdə olur ki, onu hiss edirsən ki, mən də birinci montaj şeyində istəyirsən bunları. Sonradan gözün o qədər öyrəşirsən, bilirsən ki, belə də olmalıdır. Çünki unudursan artıq. Və mən birinci dəfə baxanda verdim. Heyf bundan. İndi deyə yadıma düşür bax indi. Amma mən bundan sonraki filmimdə filmin baş qəhrəmanı yox, artıq ikinci dərəcəli personaj götürəcəm özümə, daha rahat. Çünki mən bu çəkilişdə də hiss eləmişəm, amma monitor arxasında oturanda daha xoşbəxtəm və daha rahatam və daha produktivəm. Çünki görə bilirəm, indi görürəm və çünki amma orada bir oyuna fikir verirəm, sonra gəlirəm otururam, bir oyuna baxıram, bir tərəf müqabilimin, sonra bir ümumi şeyi fikirləşirəm ki, bu səhnə düz işləmir, niyə düz işləmir? Çünki mənim beynimdə də bir aktyor davamlılıq var, rejissor davamlılığı var. Və o birisi filmdə ümumiyyətlə, yəni filmin axırı, yəni bir dənə də ssenariym var, orada filmin axırı 30%-ində varam, 70%-i mən yoxam, mən ancaq müəyyən müddətdən bir qısa görsənirəm. Bu məncə daha həm filmi, həm mənim oyunuma daha yaxşı təsir edəcək, belə düşünürəm. Bax, aktyor həmkarlarla bir yerdə səhnəni paylaşanda, deyək elə bu filmdə, səhnənin daxilində ki, biz səni də görürük, onları da görürük. Orada rejissor kimi müşahidə hissəsi nə gedir fokus, yoxsa öz obrazına fokuslanırsa? O dəyişir. Bəzən olur ki, ümumiyyətlə, yəni ancaq aktyor kimi görürsən hər şeyi. Bəzən amma elə səhnələr var ki, əgər o səhv edirsən nəyisə, sən istər-istəməz artıq rejissor tərəfin oyanır.
və sən artıq həm özünü idarə etməlisən, də deməlisən ki, ayda, beyində ayda bir dənə dubl götürəcəyik, ayda, amma kəsmirsən ki, qoy axıra qədər oynayaq, ümumi görək başqa nə səhvlərimiz olacaq, amma o şeylər yaranır. Hər şey qaydasında gedir və bəzən də aktyorların müqabilində çox yaxşı oynayır. Sən artıq aktyor kimi, rejissor kimi heyrətlənirsən və heyran qalırsan. Heyran qalırsan. O biraz çətindir, amma yenə də gedir büdcəyə. Məşq olsa, yəni çoxlu vaxtımız olsa və biz o səhnələri məşq eləyə getsək, əvvəlcədən film başlamamışdan bütün filmi oynasaq, məşq eləsək, eləyirdik müəyyən qədər çetka və sairə eləyirsən, amma o kifayət deyil. Bəlkə və onda mən çəkilişdə həm rejissor, həm aktyor kimi daha rahat olaram. Bax, sən danışdıqca yadıma düşdü ki, filmdə indi mən bəyənmədiyim bəzi nüanslar dedim, amma bəyəndiyim də bəzi nüanslar vardı ki, onlardan ilk növbədə gələnlərindən biri də dialoqlar idi. Xüsusilə siz qəbristanlıqda o it söhbəti mən o dialoqları eşidəndə dedim, görəsən bu film nə vaxtsa yayıma çıxanda, hansısa bir hissəsi olanda, görəsən hansı qütb, hansı tərəf taleyi nəyə görə qınayacaq? Heyvan sevərlərmi, qadınlarmı, yoxsa şey? Yəni dialoqlar həqiqətən gülüş yaradırdı adamda. Yaxşı yazılmışdı, dialoqlardan xoşum gəldi. Xüsusilə o nöqtələrdəki ciddi söhbət gedir bir də. Sən o sözü sən dinləyirsən, desən, bu nə dedi? Beyin boy verir də belə. Dialoqlar mən çox xoş deyirəm belə dialoqlar üzərində qurmağa, əhvalatı, ümumiyyətlə danışmağa. Özüm də yəqin çox danışıram, bilmirəm. Amma belə əslində çox danışan da önəmli. Amma dialoqları mən çox xoşlayıram ki, belə bir şey olur məndə yazanda. Əgər obrazı tam tanımağa başlayıramsa, mən bəzən səhnəni başlayanda hara gedəcəyini tuta bilmirəm. Ümumi səhnə motivini bilirəm. Amma yaza başa düşürəm ki, bu iki nəfər söhbət edir, mən qeydə alıram. Bu söhbət edir və hərdən elə cavablar çıxır ki, mən özüm də belə gülməlidir ki, zor cavab idi bu. Belə bir vərdişim var və yaxşı ki, bir çox tamaşaçılar da məhz dialoqları sevirlər əslində mənim filmlərimdə. Bax, məni narahat eləyən bu filmlə bağlı yox, ümumiyyətlə səninlə bağlı bir tərəf də oldu ki, sən artıq tamaşaçıda bir obraz formalaşdırmısan da özündən bağlı. Deyək ki, Şurik obrazını oynayan aktyor bildiyim qədərlə o bütün ömrü boyu hamı onu o formada görüb deyə adam onun əziyyətini çəkib. Yəni sənin sabahları fərz eləyək ki, X adlı bir rejissor filmini çəkmək istəsə, tamaşaçının beynində o qədər sənin özünün yaratdığı video bloqlarla və öz filmlərində bir talih obrazı var ki, mən misal üçün düşünürəm ki, nə cür bir möcüzəvi bir obraz olmalıdır ki və sən nə qədər ona əziyyət çəkməlisən ki, tamamilə başqa bir talih görək biz orada. Bu mümkündür, sən də eləyə bilərsən bunu, yoxsa düşünürsən ki, o rejissordan asılıdır. Eləyə bilsə mən eləyərəm. Ümumiyyətlə mən fikirləşmirəm ki, həmişə eyni tip oynamışam. Amma sən dediyin məsəl Şurikin bir dənə filmi yox, bir dənə filmi vardı deyə istər-istəməz üstünə aktyorun Aleksandr yadımdan çıxdı aktyorun adı. Yox. Məndə məsəl üçün sadəcə bir talih, yəni mənim həm də çünki blog tərəfim var deyə mən ancaq kinolarda olsaydım, axır əvəz mən daha az görünmüş olacaqdım. Mən ki kifayət qədər çox video çəkmişəm, qısasından, uzunundan, reklamlar və s. Mənim bir dediyim bir səsim var ki, bu tamaşaçı həmişə tanışdı. Və mən səsimi dəyişmirəm. Yəni oynayanda müəyyən qədər düz basa sala bilirəm, ciyləşdirə bilirəm, yəni öz səsimin üstündə. Amma mən o aktyorlardan deyirəm, səsimdən belə maestro kimi indi bu səsdə, sonra tamam başqa səs olsun. Səməndər Rızay məsəl üçün çox peşəkar idi o baxımdan. Amma tamaşaçının sevdiyi məhz bu səsdən və bu görüntüdən yəqin nəsə var ki, onlar sevirlər hər obrazda ki, bunu görək, bu tanışdır mənə, doğmadır. Amma məsəl üçün Adillə məsəl üçün Zəhər Tulunda bəlkə də səncə eyni adamdırmı? Yəni eyni cürdülərmi? Yox. Məsəl üçün deyirəm. Bax, deyim də mən faiz etibarı ilə baxıram da ona. Onların o yadrosu deyilir. Onların yadrosu eynidir. Onların bənzər, oxşar yerləri çoxdur. Bax, Zəhər Tuluğunun yadımda deyil hansı buraxılışı, YouTube-da gedən buraxılışlarından birində sənin personajının peşmanlıq tonallığı və yaxud da bəzən sevinc və gülmək mimika tonallığı. Bu filmdə də onların oxşarlıqları var. Karantindən sonraki filmimizdə də o var. O da Zəhər Tuluğu gedir də, düzdür. YouTube-dakı Zəhər Tuluğunda və bu yəni onların əsəbləşməyində, onların peşmanlığında, gülməklərində belə reaksiyalarında oxşarlıq var. Yəni ola bilər. Mən tam oxşada bilmirəm, açıq deyir, fikirləşirəm. Bəlkə məsəl üçün bunlar Rasimdə olar hardasa. Çünki Rasim də biraz belə dağınıq tipaj idi, bu da dağınıq tipajdır. Amma mən də həmçinin özümə necə haqq qazandıra bilərəm. İstər-istəməz aktyor heç vaxt 100% dəyişmir. Bu nə kimdə? De Niro
nə qədər fərqli De Niro'dur. Sadəcə De Niro olduğuna görə sevirik onu. Onun o filminin gülüşü var yəni. O belə eləyir, artıq sən onu sevirsən belə. Onun bir qəribə bir ədası var. Və yaxud DiCaprio. Baxırsan fərqli rollər oynayır. Yəni Amma iyice kapşıyordu. hə? Amma Yəni əsəbləşəndə o qaşlarının qalxmağı, o fiziologiya, onu dəyişmək olmur. Məsələn üçün aktyorlar var ki, xoşbəxt aktyor olur ki, 5 dənə fərqli adam ola bilir. Məsələn Tom Hanks. Sevirsən Tom Hanks, amma baxanda Forrest Gumpla tutaq ki, nə bilim, Kapitan Phillips deyə və yaxud da Sıravi Rayını xilas edərkən deyir, fərqli adamlardır, amma yenə də Tom Hanks'dir, yəni belə bir qlobal. Məsələn, Christian Bale maksimum çalışır xarici görünüşü ilə nəsə eləsin. Düzdür, onda artıq istər-istəməz fiziki dəyişib insan. Bəlkə onda eləyəndə, məsəl üçün mən sabahki roluma bir 50-60 kilo arıqlasam, eləsəm, saçımı başqa cür eləsəm, mən deyirsən ki, o talih deyil. İstər-istəməz hayım da başqa cür güləcəm. Bəlkə ola bilər, amma yəni bu şey zarafat elədim ki, özümə qazandırıram. Çox güman ki, həm də ki YouTube-da o qədər şey oynayıb, o qədər məni artıq sən bütün mimikalarıma baxmısansa videolarıma görmüsən, çətindir nəsə təzədən uydurub cəmaatı təəccübləndirmək. Amma maksimum bu rolə çalışdım mən. Xüsusi yanaşım, bunun yerişindən, əl hərəkətləri, gülməyi, fikirləşməyi, Pəltəli vardı elə bir biraz. Belə bir şey məndə təəssürat yarandı sırf bəzən. pəltəli deyil, zaikada o şey eləyir. Sözü Həyecanlananda düzgün deyə bilmir, zamanları səhv salır. O da sırf psixoloji halda onun. Həmişə keçmiş zamanda danışır. Belə bir şey də fikirləşmişdim. Bax, sən danışa mən düşünürdüm ki, öz fikrimi tam aydın çatdırmaq üçün nəyi nəzərdə tutduğumu deyim. Deyək ki, sən danışırsan, mən də fikirləşirəm ki, okey, talih nə cür olsa, nə cür bir dəyişim o personaj olsa, mən deyirəm ki, bu dəyişdi. Deyək ki, serial bir qatil obrazı olsa, sən onu oynasan, bəlkə hətta bu günə qədər oynadığın obrazlardan da olaraq nəsə qatsan, amma bu qatilin də yeni bir çalarlarını tapsan və insan səni izləyəndən sonra onun beynində yeni bir qırış yaransa ki, bu artıq budur. O dəyişimi nəzərdə tuturam, psixoloji olaraq sən artıq kişiləşəcəksən. Həmişə belə bir istərsiniz obrazlarımız çoxsu yaxşıdır, belə bir mülayimlik var onlarda. Cana yaxınlıq var, bəlkə də o belə də obrazlarda. Ola bilər o şey. Məsəl üçün məncə də bir mənfi obrazlara ehtiyacım var. Qapı filmində oynadıq, Vüsalın filmində. Düzdür, orada da yenə büdcə və vaxt. Mən tam razı qalmadım müəyyən hissələrdən, özümlə bağlı olan hissələrdən. Amma məncə pis alınmamışdı. Mən niyəsə o obrazı mən sevmişəm Qapı filmində. Qapıdakı. Mən baxa bilməmişəm ona, çox təəssüf ki, yəni Vüsalda neçə dəfə təklif edib belə bir teatrdadır, bax, şansım var. Açığı o günlərdə o barədə düşünürdüm ki, nə tərsə vaxt elə, get ona da bax. Çünki insaf dinin yarısıdır adama deyirlər. Tam səmimidir. Hətta Vüsal da məndim ki, həqiqətən çox istəyərdim ki, o filmə baxım. Onun o yayımda olduğu ilk dövr çox məşğul vaxtıma düşdü. İndi hələ ki alınmayıb. Həqiqətən istəyirəm baxım. Çünki o filmlə bağlı da müxtəlif adamlardan müsbət rəylər eşitmişəm ondan. Həm də ilk tam metrajlı filmidir bildiyim qədərilə. Bu baxımdan da görmək istərdim. Yenə də aktyor dəyişiminə gəlim. Deyək ki, bu barədə mən həmişə Azəri vurğulayıram, Aydəmiri. Azərdə o məncə daha uğurlu alınır, ya bilmirəm, buna gedir, uğurlu alınır, ya onu müxtəlif rejissorlarla işləmək kimi şansı olur deyə və yaxud personajlar təşrif olunur deyə bəlkə də özünü göstərə bilir. Səndə bilmirəm, bu nə dərəcədə olur. Ümumiyyətlə müraciətlər olur sənin məsəl üçün. Sənin yaratdığın obraz yox, onların gördüyü tam fərqli bir obraz. Yoxsa onlar da bu tələyə düşürlər. Açığı mən artıq aktyor kimi çəkilməyə meyllidir. Yəni gedib başqa proyektdə aktyor kimi oynamaq üçün bir həvəsim yoxdur. Yəni mən daha çox fokuslanıram və öz işlərimlə başımı qatıram. Təşriflər olub kifayət qədər. Düzdür, Azərbaycan balaca sahədir. Onsuz da çox kino çəkilmir. Azərə bax, mən Azərə bu yaxınlarda dedim. Azər mənim Azərbaycan tanıdığım ən belə hər dəfə obrazına nəsə qata bilən tək-tük aktyorlardandır ki, baxıram və hər dəfə Azər məni təəccübləndirir. Hər dəfə. Yəni insan o qədər bazası var ki, yəni müşahidə bazası. Yəni insanın bir baza yığılıb ki, o çox güman indi aktyordur. Vaxtı ikən aktyor olmaq istəyəndə o qədər müşahidə, o qədər yığıb ki, məsələn bir dəfə biz onunla bir iş görəsiydik. Təəssüf ki, o ssenaridə qaldı pula görə. Onda məsələn Azər dedim bu obraz Azər mənim yerində cəbəl ki, burası. Və sonra oxuyandan sonra gəldi və baxıram ki, insanın beynində artıq bu obraz
Yəni bu məndə o qədər eskizlər var ki, bu götürüb artıq yapışdım ki, bu askisi belə olsun, saçını belə eləyib, bunu belə eləyib. Deyirəm oydu. Mən heç o qədər təsəvvür eləmirdim obrazı. Çox yaxşıdır, amma təəssüf ki, alınmadı. Məncə maraqlı bir obraz olardı. Azər çox yaxşı ifa eləyərdi onu. Azər o baxımdan fitridir. Yəni onda tamam başqa bir bazası var, başqa yanaşması var və çox böyük belə işə yanaşmaq, peşəkar yanaşmaq prinsipi var. O mənim çox xoşuma gəlir. Kaş məndə də biraz o məsuliyyətdən olsaydı. Mən yenə də öz-özlüyümdə düşünürəm ki, bu ola bilər. Yəni bilmirəm, sabahları kim, hansı büdcə ilə, hansı yaxşı işlənilmiş bir ssenari ilə sənə yaxınlaşa bilər, təklif edə bilər. Və mən düşünmürəm ki, sənə belə bir rəqəm təklif edə bilərlər ki, ondan sən növbəti filmin yarı büdcəsini ən azından ala bilərsən. Məncə imtina eləməzsən belə bir yaxşı personaj olsa. Maraqlı rol olanda, yəni aktyorsan, istərsiniz kökündə aktyorsan. Maraqlı roldursa sən heç pula da baxmırsan. Heç nəyə baxmırsan. Bunu mən oynayım deyirsən. Bu yaxınlarda Rasim Cəfər mənim dedi, görüşdük bir rejissordur. Obraz ssenarini oxumadım, amma təqribi başa saldı, əhvalatı və s. bir yerindəcə belə məşq elədik və video prov elədik. Bu obraz mənə artıq maraqlı gəldi. Gördüm məni qıdıqlayır. Çünki nədir? Burada yaşamayan Azərbaycanlı istəmirəm film haqqında məlumat verim. Onun eləmək istədiyi, belə onun xarakteri mənim xoşuma gəldi və mən də oynadıq elədi. Gördüm rejissorun da müəyyən bilmirəm indi tam beynin üçün görənmədim, amma gördüm belə xoş oldu ona da. Dedi, əslində mən belə fikirləşmişdim, amma bu da yaxşı təşkil. Yəni belə də ola bilər. Yəni Azərin mənə təşkil edəndə elədiyi kimi. Baxıram ki, yox, belə maraqlı, belə bir köklü yazılmış obraz olanda əlbəttə ki, mən də bir sadəcə olaraq yenə deyirəm, mən öz layihəmdə o qədər qaça-qaçda oluram ki, mən oturub çox fokuslanamıram, amma bilim ki, mənim burada çəkilməkdən başqa heç bir dərdim yoxdur. Ay işıq gedir, ay nəsə olur. Mən oturmuşam, mənim rolum budur. Onda məncə daha yaxşı oynaya bilərəm. Yəni əziz rejissorlar, yaxşı ssenariləri olanlar, əlinizi üzməyin, ümid. Yəni indi deyəcəklər ki, sən niyə taliyə su vermirsən? Yox, içdim namısını içdim. Xoş olsun. Belə Talih, çox sağ ol gəldiyinə görə. Mən çox istərdim ki, filmi izləməyənlər izləsinlər, həm bir filmə də dəstək olsun, həm də izləyənlər fikirlərini yazsınlar. Sonda sən əlavə etmək istədiyin nəsə varsa, buyur. Yəni onu deyim ki, bu film mənim həmişə çəkmək istədiyim, amma heç vaxt çəkilə bilməyən ssenarilərimdən biri idi. Tərz olaraq mənə bu cür əhvalatlar həmişə maraqlı olub. Yəni biz YouTube-da və s. şeydə daha realistik əhvalatlar işləmişik, amma Rasimdə mən cəhd elədim biraz çıxım belə o kino çəkir beynində və biz onun xəyal dünyasını görək. Hərdən xəyal ssenarim var mənim. O sırf xəyal və şeyin ortasında baş verən əhvalatdır. Nəyisə həmişə başqa cür təsəvvür edir, alınmır və s. belə. Və bu əhvalatlar həmişə məni çəkib və maraqlı olub və bundan sonra istəyirəm ki, sırf bu istiqamətə gedim. Bundan sonraki ssenarim də bir sürrealistdir. Ondan sonraki ssenarim da ondan da bilmirəm indi bu filmin uğurundan, bu filmin alınmasından, tamaşaçıların sevməsindən çox şey asılıdır ki, ya Talih, istədiyin kimi üçün olsa, ya da Talih, bir dəqiqə saxla. Bir dənə bundan eləyib, bir dənə bundan, bilmirəm. Hətta bu gün onu da fikirləşirdim ki, bilmirsən, istər-istəməz kino çəkən hər bir adam həyəcanla gözləyir. Yəni özün yaşamısan o hissi, görəsən bu necə olacaq, görəsən nətər olacaq. Hələ kino kassadadırsan, girirsən, baxırsan, belə bir məsuliyyətin var. Uğursuz işdən heç kəs uğurun atası çoxdur, uğursuzluq yetimdir də, yəni. Uğursuz olanda istər-istəməz, Talih film çəkdi, alınmadı və s. kimi sənin adına yazılır. Uğur olanda həmçinin sənin adına yazılır. Amma yenə də uğursuzluq qədər şey olmur, səni belə incitmir. Ona görə bu filmə doğrudan da, yəni kaş, indi yenə deyirəm, bir dənə də baxım görüm nəyi necə eləmişəm. Bundan sonraki filmlərimin daha yaxşı olması üçün məncə bu film yaxşı baxılmalıdır. Ona görə tamaşaçılardan istəyirəm ki, baxsınlar, baxanlar da fikirlərini yazsınlar. Fərq utanmasınlar ki, ay bir dənə xətrinə yox. Yaxşı tənqiddən gözəl heç nə yoxdur. Mən baxım görüm nəyi düz eləməmişəm. Bəlkə mən fikirləşirəm o düzgün çatdırmamışam. Elə olur məsələn, bəzən sən fikirləşirsən ki, hər şey düzdür, amma sonra eləməyən çıxır ki, filmdən qarşısan ki, ayda. Demək mən düzgün quruluş verməmişəm. Buna düzgün oynamamışam. Və sənə də uğur arzulayıram ki, təşəkkür edirəm ki, bu qədər davamlısan. Mən bunu hər podkastda deyirəm, çünki çox podkastda olmuşam mən. Hamısı bir müddət sonra sadəcə həvəsdən düşür. Məncə yox, həvəsdən düşməmək və davam etmək lazımdır. Çox sağ ol. Mənim indi yadıma düşdü. Onda bəstəkarın adını bir də mən xatırladım. İslam Şirvani. İslam Şirvani. Mən musiqini dinləyəndə dedim ki, kim bu da aləmi qatıb bir-birinə? Aləmi qatıb müsbət mənada da. Yəni bundan buna keçid, bundan buna keçid. Sonra titrlərdə görənə dedim. İslam da təşəkkür eləmək istəyirəm. Yəni
Çox qısa vaxtımız var idi postda və sadəcə bir-birimizi belə anladıq və İslam hər dəfə bir mahnı göndərəndə mən belə xoşbəxtlikdən uçurdum ki, bu gözlələ bu tam versiyadır. Nə seçdi? Bu yox, bu deyil, gözlə. Və TikTokda mən çox sevindim ki, mən filmimin əsas finalındakı musiqi məni çox narahat edirdi ki, orada nə olacaq? Və o musiqi alınanda mən tam xoşbəxt oldum və sonra filmin başqa hissələrindəki səhnələr dedim ki, musiqilərimiz həll olub. Nəyə görə deyirəm, aləmi qatıb bir-birinə, yəni də o sözümü açıqlamaq istəyirəm. Hə, müsbət mənada. Çünki onun başqa layihələrdə də musiqilərini eşitmişdim. Adı görəndə çıtırdı dedim, hə, bu adamın çox istedadlı. Onun yanaşmasıdır, hə, onun əlinin altından çıxa bilər belə yanaşma. Belə dostlar, bugünkü podkastımız bitdi. Siz kanala abunə deyilsinizsə abunə olun. Sosial media hesablarımıza keçid edə bilərsiniz. Videonun altından abunə ola bilərsiniz. Bizə Coffee platforması üzərindən dəstək ola bilərsiniz və sonda da həmişə kimi çalışın, sağlam və xoşbəxt olasınız. Bu çox vacibdir. Hələlik. Sağ olun.